Siz müəllimlər, indi isə gəlin bərabər Babil dövləti haqqında məlumat verim. Müəllimlər, bu gördüyünüz ərazi Babilin ərazisidir. Düzdürmü yoldaşlar? Buradakı şəhər Babilin əsas şəhəri hesab olunur. İndi gəlin görək, ümumiyyətlə bu Babil şəhər dövləti haqqında sizə necə məlumat vermək olar? Belə deyirik, 2-ci minin əvvəllərində, təxminən eramızdan əvvəl 2-ci minin əvvəllərində biz deyirik ki, köçəri Amorey tayfaları Mesopotamiyaya hücum elədilər. Düzdürmü? Bu ərazidə, yəni bütünlüklə bu əraziyə hücum elədilər. Və hücum edən zaman yoldaşlar, burada Fərat çay istiqamətində, düzdürmü? Bax, bu çay istiqamətində öz dövlətlərini yaratdılar, şəhər dövlətlərini. Və biz deyirik ki, verilən məlumatlara əsasən dövlətin yaratıcısı kim olmuşdur yoldaşlar? Sumabun olmuşdur. Nə vaxt onu yaratmışdır? 1894-cü ildə. Har olmuşdu paytaxtda Babil və mərkəzi dövlətin monarxiya əsasında biz bunu öyrənirik. Amma biz deyirik ki, bəli, dövlətin əsasını Sumabun qoysa da ən qüdrətli dövr Hammurapinin dövrüdür. Gəlin bərabər Hammurapinin dövrlərindən ələ keçirək. Biz deyirik, Hammurapinin işğalları 1. Mesopotamiyanın böyük bir hissəsini ələ keçiribdir. Bundan sonra artıq iki çay arası Babilistan adlandırılmağa başlayıbdır. Onun bizim yadımızda qalan ən böyük işi onun qoyduğu qanunlar olubdur. Bu qanunlar 282 maddədən ibarət edir və Ur şəhəri xarabalıqlarında deməli tapılmışdır. Deməli təxminən deməli yoldaşlar göstərəcəm sizə. Ur şəhəri yaxınlığında deməli bu tapılmışdır. Belə deyək də, Hammurapinin qanunları mixi yazı üzərində yazılmışdır. 282 maddədən ibarət idi. Qara bazalt daş üzərindədir. Burada müəllimlər, bəzi müəllimlər çaşdırırlar qanunların içərisindən əsas məğzi qarışıq salırlar. Qarışıq salmayın. Biz deyirik Hammurapinin qanunlarında ən əsas hansı qaydaları biz bilməliyik. Deyirik 1. Torpağa sahiblik. 2. Ticarət qaydaları. 3. Borc faiz. 4. Cinayətə verilən cəzalar. 5. Hakimlərin fəaliyyətini təmizlənməyi, varlı kasıb təbəqənin ön plana çəkilməyi. Biz deyirik ki, bəli, Hammurapidə quldarların mənafiyi müdafiə olunurdu, varlı təbəqənin mənafiyi müdafiə olunurdu və deməli sarə. Eyni zamanda biz Hammurapinin quruculuq işlərindən, abadlıq işlərindən, təsərrüfatın müxtəlif sahələrindən, inkişafından, kanalların, yolların çəkilməsində də biz bu haqda da məlumat verə bilərik sizə. Biz deyirik ki, ümumiyyətlə Fərat çayı sahilində Babil şəhəri haqqında yəni məlumat verərkən deyə bilərik ki, o Fərat çayı istiqamətindədir və onun müxtəlif dillərdə adlandırılır. Məsəl üçün deyir ki, Şumer dilində bu Tanrının qapısı, yəni Kandiq adlanmışdır. Yəni bunu təxminən bu formada, yəni yadınızda saxlayın. Eyni zamanda Aralıq dənizində, Kiçik Asiyada, hətta İran körfəzi istiqamətində yoldaşlar, bu istiqamətdə də biz əlaqələrimiz oluruq. Biz deyirik ki, Şumer şəhərləri hətta eramızdan əvvəl 3-cü minillikdə Hindistanla əlaqələr olmuşdur və burada biz onun deməli 8 darvazası vardı Babil şəhərinin. Ən məşhuru isə İlahi İştarın adınaydır və burada həmən bu Babil şəhərində tanrıların şərəfinə ucaldılmış məbədlər, zikkuratlar, asman bağları, Babil qülləsi həmin dövrdə biz deməli bunu məlumat verə bilərik Babil şəhəri haqqında və burada pulların yəni kimlər qula çevrilirdi, borcunu ödəyə bilməyənlər və s. Yadınızda bir şey saxlayın müəllimlər. Biz deyirik ki, üzr istəyirəm. Biz deyirik ki, Babil dövlətinin zəifləmə dövrü var və bu eramızdan əvvəl 2-ci minilliyin sonlarına düşür və Aşur dövlətinə deməli tabe olur. Düzdürmü yoldaşlar? Bir də deyirik yenidən yüksəlişi dövrü var eramızdan əvvəl 7-ci, yəni bu 1-ci minilliyə düşür və 539-cu ildə isə artıq Əhəməni hökmdarı II. Kan biz Babil şəhərini işğal edir. Növbət dərsimizdə sizə qədim Hun dövlətinin haqqında izahını verəcək.